2 bürç. Hər birinizi salamlayıram ayrı-ayrılıqda. Bu günlərdə ox atanları oxuyacağım may ayının proqnozu üçün. May ayının 1-dən və 7-sinə qədər olan yəni proqnoz. İlk öncə bunu söyleyeyim. Videolarımı bəyənirsinizsə like etməyi və takip etməyi unutmayın dəyərli izləyiciləri, paylaşım etməyi və sizin fikirləriniz mənim üçün çox önəmlidir, çox dəyərlidir. Hər bir ox atan bürcü yaza bilər videonun aşağı hissəsində və yaxud direktdə nə sualınız olarsa və yenə deyirəm, ox atanları bir daha salamlayıram. May ayının 1-dən 7-sinə qədər yenə deyim sizə Venera, yəni Venera bütün bürclərin üstündədir. Venera gözəllikdir, Venera puldur, maddiyyatdır, Venera dəyişiklikdir. Ox atanlar üçün də böyük dəyişimlər olacaq, gözləmədiyi. Bilirsiniz, ox atan bürcləri biraz pozitiv olmalı, pozitivdir, amma dediyim kimi birbaşa galaktika ilə əlaqədardır. Hissiyatları çox güclüdür. Hər kəsə o saat uyum sağlamazlar. Yəni o saat kiməsə bağlansınlar falan yox. Amma bağlananda da qopa bilmirlər. Ox atanlar üçün dəyişiklik. Köhnə ata bilmədiyi əşyaları atacaq və yaxud da ki, köhnə evdir, köhnə maşındır, nəyinsə təmirinə başlayacaqlar və yaxud nəyinsə yenisini alacaqlar, köhnəni satıb yenisini alacaqlar. Ümumiyyətlə, ox atanlar üçün ayın 5-dən 15-nə qədər, yəni müsafir getsinlər, müsafir gəlsinlər, müsafirləri gələ bilər, çoxdan uzun zaman görüşmədik, qohum olsun, dost olsun, bir çox dəyişikliklər edəcəklər öz üzərində də. Bəzi ox atanlar ümumiyyətlə ayın 12-sindən sonra öz üzərində saç düzümü ola bilər. Bu təkcə qadınlara, xanımlara aid deyil, bəylərimizə də aiddir. Saç düzümü olsun, əməliyyatlar olsun və yaxud da ki, yeni bir əşyaların alınması olsun söylədiyim kimi. Bəzi ox atan bürcləri ümumiyyətlə məkanlarını dəyişəcəklər bir müddətlik. Ola bilər 10 günlük, ola bilər 1 aylıq, 2 həftəlik və yaxud da öz evlərini məsəl üçün kirayə verib başqa evə gedənlər olacaq. Dəyişiklik olacaq. Venera ümumiyyətlə sizin üçün 6-cı evdə olacaq. 6-cı evdə dəyişiklikdir, gediş, gəliş, yol, qonaq gəlsin, qonaq getsin, ev, məkan, yəni burada gözəl müsbət hərəkətlərdir, müsbət auradır. Bəzi ox atanlar ümumiyyətcə uşaqları, övladları və yaxud özləri qrup şəklində ola bilər, harasa gedərlər, qrup şəklində gəzinti ola bilər, qrup şəklində gəzmək və yaxud qrup şəklində harasa təhsil almağa gedə bilərlər bəzi ox atanlar. Bəzi ox atanlar uşaqlarının təhsili ilə əlaqədar qruplara qoşula bilərlər. Bax, qrup şəklində, yəni tək yox, tək halda deyil. Bəziləri ümumiyyətcə sağlıqla əlaqədar ola bilər, nələrinsə, bilirsiniz, elə bir sıfırdan başlayırlar. Bəzi insanlar ola bilər, diyetaya başlasınlar, idman, spor və yaxud əməliyyatlar olsun. Bəzi ox atanlar ola bilər, ümumiyyətcə, dediyim kimi, evin strukturunu dəyişsinlər, tamamilə mebel, interyer, ümumiyyətcə, təmir, bax, bu kimi işlər. Hər nə olacaqsa, mən uğurlar arzu edirəm ox atanlara. Uğurlu olsun, əməyimiz boşa çıxmasın və ayın sonu ümumiyyətcə 27-sindən 28-dən belə deyək. Yəni sizlər üçün yeni pul qazanc da ola bilər. Yəni ox atanlar ümumiyyətcə işlədiyi, çalışdığı sferadan əlavə olaraq başqa bir qazancla da məşğul ola bilərlər. Hansısa bir qazanca əl atsalar, məsələn, kiçik xırda biznes işi olsun və yaxud alqı-satqısı ola bilər, yenə deyirəm, köhnə əşyaların satışı ilə məşğul olacaqlar, bir neçə əşya. Amma bunu həzzlə, ləzzətlə edəcəklər. Yəni, adam var deyinə-deyinə, nəyisə təmir edir, ay, bu belə olmamalıydı, bu cür oldu, mən sıxıntıya düşdüm. Yox, bunlar keyflə, istəyərək və bunun da bəhrəsini görəcəklər. Əsas odur ki, nə iş görəcəksinizsə, dəyərli ox atanlar, onun bəhrəsini görəcəksiniz. Bəzi ox atanlar ümumiyyətcə yola, səfərə hazırlaşırlar. Onlar üçün də səfər çıxa bilər. Və unutmayaq, martın 27-sindən dekabrın 20-sinə qədər ümumiyyətcə burada qara kölgələr ola bilər hər bir bürc üçün. Biz demişdik, Çornaya Luna, qara ay. Amma siz bunu ritual olaraq çətinliyə, dara düşəndə, ya sıxıntıya düşəndə, kiçik bir sıxıntıya da belə olsa düşəndə deməlisiniz, ritual kimi. Bu qara kölgədir, qara ayın kölgəsidir və bunun öhdəsindən keçəcəm və asanlıqla keçəcəm.
day oturub o bir ədəb olmasın, yas qurmaq lazım deyil ki, vay bu düzəlmədi, o düzəlmədi. Bəzi insanlar var ki, dünya dağılır, heç bir şeyim düzəlmir. Daha da bilirsiniz, yoxdur dedikcə alınmır heç bir şey. Negativ düşündükcə. Biz deyək, yoxdur, yoxdur, bu yoxdur, o yoxdur. Heç vaxt müsbətə gedib çıxa bilmərik. Yəni, bu dediklərimə biraz diqqət yetirin. Dəyərli oxatanlar, əziz oxatanlar, sizin üçün mən ancaq uğur, şans, əməyiniz boşa çıxmasın deyirəm. Və siz sevimlisiniz. Siz zaten lider olaraq gəlmişsiniz, ümumiyyətcə lider olaraq. Yəni, siz seçilirsiniz. Oxatanlar o ünsür olduğu üçün yox təkcə. Mən videonun əvvəlində vurguladığım kimi birbaşa qalaktika ilə əlaqədarsınız. Bir gün mən bunun üçün də çəkiliş edəcəm, oxatanlar üçün də və bunun tam olaraq açıqlamasını verəcəm. Dəyərli izləyicilər, çox sağ olun. Bəyəndinizsə videonu like etməyi unutmursunuz.